Deməli, həyat sürprizlərlə doludur. Bəzi insanlar var ki, onlar başına bir hadisə gəlir, oyanır. Bəziləri var ki, başqasının başına gələn hadisələrdən bu nəyisə dərk edir, oyanır. Bəziləri də ümumi kütləvi hadisələrdən oyanır və yaxud da ki, təfəkkür edir nəyisə. Yəni, ən yaxşı variant odur ki, nə başına bir hadisə gəlsin, nə başqasının gəlsin, sən heç də sadəcə birdən-birə oyan yenə. Heç bir problem olmadan. O daha sərfəlidir və ən yaxşısıdır. Beləliklə, mən də o debillərdənəm ki, başıma bir hadisə gəlmədən, yəni çatmır da, gərək atalar üçdən deyib, yəni o qədər tupoy olmuşuq ki, vaxtilə. Eyni şeyi gərək 3 dəfə deyəydin ki, başa düşəydi. Hələ mən Azərbaycan xalqını deyirəm də, amma ərəblər vəbşə tupoy olublar. Onlara təsəvvür edin ki, bir dənə ayə 100 dəfə təkrarlanır bəzən. Yəni 3 dəfə ilə işdə çatmır onlara. Və gündən bir günü Ağa Nemətullahda bir dənə cavan oğlan köhnə Mercedes idi. Olsun. Yolu Protev sürdü. Mən heç ağlıma gəlməz ki, buradan Protev kimsə gələ bilər. Çünki qarşıdan da maşınlar gəlir. Bu tez svetoforu özünü çatdırmaq üçün atıb indi 2-yə, 3-ə nəyəsə abqun eləsin və o da mənə tuş gəldi. Vurdu. İndi yerdəyəm, ölmüşəm də. Yuxarıdan baxıram belə özümə, maraqla. Ayda, o mən idimsə və baxan kimdir? Hədə o məni təmsil edirdi, onun vasitəsilə sağa sola gedirdim. O da yoxdur. Üzülüşdü. Nəsə, biraz axmaq şeylə fikirləşdim, depressiv. Və demək, biz nə var, oldu, bitdi. Gəl indi biz şey eləyək. Gedək görə o tərəfdə nə var. 15 il namaz qılam, yəqin ki, yaxşı şeylər olar. Və artıq fokus yerə yox, göyə fokuslandı nəzərim. Və göydə sancı belə bir 5 dənə barmaq beləsinə, amma şəffaf rəngdə. Şüşə rəngində belə bir energetik bir şey. Hara gəlsindir? Sən sözünü deməmsən, dava getdin. Yəni mədənisizdir əlbəttə ki. Və bədənlə birləşdim və gördüm ki, əzilmişəm və ağrılar var. Nəsə, xülasə bir ay yatası oldu mən evdə və düşünməyə vaxtım oldu. Xeyli vaxt oldu ki, mən fikirləşim. Mən nəyi deməmişəm, niyə, hansı öz sözüm olmalıymış, axı nə deyiblər, onu da eləmişəm. Vətən sev, Allahı sev, Peyğəmbəri sev, nə bilim, namaz qıl filan. Nə deyiblər eləmişəm. Belə düşünürəm, bir-bir sayıram da bunlar ki, bunları eləmişəm, mən bunları demişəm. Sonra, ayda bunlar mənim sözüm deyil axı. Mən deyilənləri eləmişəm. Bəs mənim sözüm, öz fikrim hardadır görəsən? Yaxşı, vətəni sev. Vətən nə idi bunlar üçün? Vətən sadəcə burada olduğun torpaq. Bu sənin fiziki bədəninin vətəni sayılır. Niyə? Çünki buranın suyu, havası bu orqanizmə düşür. Bu onun üzərində kodlanıb. Bu sənin ağlığın, zehninin vətəni deyil. Bu sənin ruhunun vətəni deyil. Zehnin əgər burada səni başa düşmürlərsə, deməli ola sənin vətən deyilsən. Sabah Amerikada, nə bilim, hansısa başqa bir planetdə nəsə danışanda sənə qulaq asırlarsa və yaxud ki, başa düşürlərsə, deməli, sənin zehninin vətəni artıq balaca bu xəritədə barmağı qoysan, Azərbaycan yoxa çıxır. Daha geniş, daha böyükdür sənin vətənin. Ruhunun vətəni isə birbaşa Allahla əlaqəlidir. Nəinki bu qalaktikalar, kainatlar, 18 min, 35 min, 40 min, 50 min aləmlər yox. Nə varsa hamısı, təsəvvür edin. Deməli, sən böyük bir varlıqsan. Və sənin valideyni sev deyib də sənin valideynin bioloji valideyn deyil. O sadəcə vasitədir. Sən bəlkə ondan da müdrik bir ruhsan. Gəlmişsən orada onların fikirlərini yuxarı qaldırmağa. Bəlkə uşaqdır, dinləyərlər onu, xətrinə dəyməzlər. Təbii ki, debil elə həmişə debildir. Uşağı susturacaq.
qulaq asmayacaq, adam yerinə qoymayacaq, şəxsiyyət saymayacaq, bir ona bədəndə olan ruh kimi baxmayacaq. Bu da öz yerində və nəticədə sən başa düşürsən ki, sənin valideynin bütün bu 4 ünsür ki var, nədən yaranmısan? Hava, su, od, torpaq, meşə, dağ, təbiət, yəni budur sənin valideynin. Sonra səni qəbrə qoyanda sanki o ananın bətnində uşaq olaraq bax torpağın bətninə gedəsən. Qayıdasan ora. Oradan gəldin, fizik olaraq doğdun. Sənin əsl valideynin odur. Meşəyə gedirsən, ağacları kəsirsən, nə bilim, təbiəti zibillirsən, o səni şey eləmir, cəza vermir. Yenə də səni bağışlayır, səni bağrına basır. Yəni, çünki səni doğrudan da sevir. Valideyn bax budur. Minnətsiz, təmənnasız və s. Sonra daha yəni çox belə bir şeylər ki var, sırınmışdı. Sən başa düşsən ki, bu sırınanlar cılız bir şeylərdir. Daha böyük bir şeylər var. Sənin ailən. Güya ki 3-4 nəfər ailədə, sənin doğmaların ailən budur. Yox. Meşədə olan ağaclar, çöldə olan heyvanlar, bitkilər, insanlar, hələ biraz böyüsən o yad planet dediyin cəmiyyətdə olan sivilizasiyalardakı varlıqlar, hamısı sənin ailənin, bütöv bir ailədir. Elə bir sən, nə bilmə, bir 1000 il ömrün var sənin, keçmişdəkilər elə yaşlar, Nuhun dövrün kimi götürsək, Nuhun bir 1000 ildə bir 10 dəfə evlənsə və hər arvaddan bir 15 dənə uşaq olsa, 1000 ilə gör nə qədər ola bilər. Yəni, məsəl üçün də bir 200 dənə övladı varsa, birinci ilə axırıncının arasında bəlkə də bir 500 il yaş fərqi var. Təsəvvür edin. Ya da ki, bu belə çox olsa sizin üçün bir şeydən danışır. Bizim bu rayonda o vaxtları bəzi rayonlar vardı. Orada 12 uşaq, 15 uşaq, 10 uşaq bu cür ailələr oldu. Bəzilərində birinci ilin axırıncının arasında görürsən 20 il fərq var. Bunun bir yaşı var, o birisi əsgər gedir. Hətta daha da böyük olanlar var. Ki, hətta evlənib bu uşaqla o uşağın eyni yaşdadırlar. Halbuki biri qardaşıdır, biri qardaşı oğludur. Beləliklə, sən buradan gedsən xalangilə, bibingilə tanış olsansa, onların uşağı ilə, onlar sizə gəlirsə, elə bilsən ki, budur qohumlar. Sənin bibin oğlunun da bibisi oğlu var, onun da dayısı oğlu var, onun da dayısı oğlunun da xalası, uşaqları var. Yəni, bu bütöv geniş, böyükdür. Amma valideynlər ancaq əsas vacib olanlarla görüşdürürlər, öz bacı uşağı ilə, qardaşı oğlu ilə, o ailələrlə də. O birisdən çox adam çoxunu tanımır. Hətta sabah küçədə mübahisə etsələr də belə bir-birini tanımazlar. Və sən böyüyəndə başa düşürsən ki, necə ki, sənin 20 il böyük qardaşın var, yad planetlərdə bu Allah adlı bu sistemin ailəsidir. Ailəsinin üzvləridir. Yəni, səndən qabaq yaranıblar onlar. Yəni, Allahın ki, yaşı yoxdur deyə, onların məsəl üçün səndən milyon il qabaq yaranıblar və yaşayıblar. Və milyon yaşları var, sən elə indi yaranmışsan. Yəni, sən böyüdükcə o bütün ailə ilə tanış olacaqsan. İndi deyilənə görə onların nümayəndələri gəlir bura. 3D Ay Atlas'da nədir belə bir şey var. Orada yığılıblar. Bütün galaktikalardan həmin onlar. Biz axı hərəmiz bir planetdən gəlmişik bura. Bizim də o gəldiyimiz planetlərdən olsun sahiblərimiz, ya nə bilim, kimi bizi xilas eləməyə gəlirlər, yoxsa kainatı bizdən xilas eləməyə gəlirlər, ya xəbərdarlığa gəlirlər, fərq eləmir. Yəni, Nuhun dövründə də belə bir şey oldu. Gəldilər, xilas elədilər kosmik gəmiyə, yoxsa haradaydı Nuh? Dağın başında, meşədə, ağacları nə ilə kəsdi, nə ilə doğradı, o hamısı düppədöz, hamar belə bir taxtalar olmalıdır, sən gəmi düzəldəsən. Üstəlik, ona qədər gəmi yox idisə, o hardan bildi onun sxemasını, onu bilsə də belə
tek başına o boyda gəmini, o boyda heyvanları hara dürtdü, onun yeməyi var, nəyi var. Hepsi kosmik gəmi ola bilər. Sonra hər heyvanın bir DNK analiz götürə bilərlər. Balaca bir hüceyrə tutalım ki, sonra onu artırsınlar. Nano bir. Yəni bütün o boyda heyvanların hamısını bir dənə bunun içində yığa bilərdin. Və bu qum dənələri hərəsinin bir tutam genidir. Məsəl üçün bu. Yəni bu mübahisəli bir məsələdir. Amma sonunda bilinmir bunlar gəlirlər xilas eləməyə, yoxsa gəlirlər tanış olmağa. İstəyirlər ki, biz böyüyək və ona görə də cürbəcür videolar, filmlər, nə bilim bu süni intellekt çıxır ki, biz vərdiş eləyik onlara. TikTok'un çox böyük bir rolu oldu bu məsələlərdə. YouTube o şeyində, düzdür bu YouTube üçün çəkilir, amma YouTube o şeyi bacarmadı. TikTok'un elədiyi effekti bacarmadı. O daha tez, dinamik oldu. Sonra yəni sən artıq başa düşsən ki, sənin ailən böyükdür. Və onda başa düşürsən ki, bəli, sən sözünü deməmisən. Sən cılız insanların cılız düşüncəsini, cılız fikirlərini demisən. Ona görə səni geri qaytarırlar ki, axı bu sən deyilsən, sözünü deməyə gəlmisən. O zaman öz sözünü deməlisən. Və öz sözündə baxırsan ki, nə ola bilər mənim sözüm? Mən nə deyə bilərəm ki? Özümdən nə Amerika kəşf edeyim? Sadəcə deyə bilərsən ki, yox yerinə, yəni heç nə söz deməsən də belə deyərsən ki, bütün bu dediklərimiz hamısı boş şeylərdir, nağıldır, həqiqət deyil. Əsl həqiqət sizin daxilinizdədir, zehninizdə yox, ruhunuzdadır. Yəni bunu elementar demək olar da, bu da ola bilər mənim sözüm. Tutalım ki, ən azından bir ümumi bir həqiqəti dedim, onun tərəfini tutdum, onu təmsil elədim, o adda çıxış elədim. Və yaxud da ki, sən öz sənətinlə məşğul olanda, ruhunun istədiyi bir sənətlə, artıq orada sən nələrsə demiş olursan. Yəni yaradıcılıqdır da bu. Tutalım ki, mebel ustasısan, yəni ruhun onu istəyirdi, o sənəti. Zövq alırsan, yorulmursan, orada artıq yaradıcılıqla məşğul olursan. Elə bir dizayn işləyirsən ki, o indiyə qədər heç işləməyib, tutalım. O artıq sənin əl işindir. Yəni sən ruhunun sözüdür əslində o. Çünki mebel əşyadır və sonra nəyləsə ifadə eləməsin də sözü çevirməlisən. Sözün də bir şəkli var. Həmin o işlədiyin əsər. Mebel, taxta, nəsə dizayn. Və buna bənzər bütün sahələrdə ruhunla yaşasan, orada istənilən qədər yaradıcılıqla özü ifadə edə bilərsən. Beləliklə, biz həyatda yaşayaraq həyat barədə danışmağa gəlmişik. Və öhdəmizə düşən yeganə şey öz sözümüzü deməkdir. Çünki dünyamızı dəyişəndə sən, vav, mən gəldim. Kim gəlib, yaxşı sözümü demir, kim gəlib? Heç nə. Kserokopya, nə bilim, girdirmə bir şey. Öz sözü olmayan bir şey. Bundan sən nə gözləyirsən? Hər kəsin öz sözü olmalıdır və var. Çünki ruhumuz mələklərə dərs keçir. Bizim ruhumuzda ən qədər informasiya var. Bilirsin nə qədər? Qələmlə, ağaclar qələm olar, dəryalar mürəkkəb, onu yazıb qutara bilməzlər. Deməli, ümumi bu danışdığımdan nə nəticə ortaya çıxdı? Biz çərçivəyə sığmırıq. Vətən deyib bizi anlatmasınlar bundan standart, şablon bir şeylərindən. Bir sərhədsiz varlıqlarıq, üçlü varlığıq və biz bədənimizi dinləyəndə, sonra xırda-xırda ruhumuzu dinləyəndə bir harmoniya yarada bilərik, müşahidəçiyə qovuşa bilərik. Artıq sonra müşahidəçi ola bilərsən ki, hisslərin və düşüncələrin əsri olmayasan, onlar səni idarə eləməsin. Sonra nəticə oldu ki, vətənimiz çox böyükdür. Daha nə idi bu, yadımdan çıxdı. O zaman bir sürü belə maraqlı bir şeylər var ki, bunlardan ümumi bir nəticə çıxartmaq olar ki, nədir, nəyi nə cür eləmək olar. Öz sözün olmalıdır, öz fikrin olmalıdır və bu da var. Yetər ki, ruhu dinləyəsən. Barmaq izi fərdidir. Deməli, sən də fərdsən, sən də unikalsan, sən də müqəddəssən. Çünki yaradanın ruhunu daşıyırsan özündə. Nə deməkdir bu?
O hər yerdədir. Sənin hüceyrələrində də var. Sən əslində Tanrının virtual deyək, vizual deyək, miniatür deyək bir versiyası. Odur. Sən ego olarak yoksan, ruh olarak onu temsil etsin ve varsan. Güzide git gözlerine bak ama gözü kırpma. Sen istesen orada kesmiş reenkarnasiya versiyalarını görebilirsin. Veyahut da ki hansı planetdən gəlmisənsə həmin varlıqları görə bilərsən. Sol gözə baxsan görəsən orada. Dəyişdi hər şey. Hansısa bir yad planetini gördün veyahut da ki insan gördün. Əgər insan olaraq reenkarnasiya eləmisənsə insan görəsən, yox başqa planetdən gəlmisənsə oradakı varlıqların o sifətin dizaynı nətərsə onu görmüş olasın. Çox sadədir. Kimi düşünürsən onu görə bilirsən. Başqa bir formatda. Tanrını görmək istəsən onu görə bilərsən. Ruhu görmək istəsən ruhu görə bilərsən.